basitti. Hansı ki, çox düşən suallardandır. Deməli, əgər sual verilsə ki, sim uşağa necə davranış göstərərsiniz? Bu sualı cavablandırsın Gülşən xanım, siz cavablandırın. Ümumiyyətlə, sim uşaq deyəndə kimi nəzərdə tuturuq və həmin uşaqlarla necə davranarsınız? Sim uşaq deyəndə müəllim, əvvəlcə sağlamlıq imkanları məhdud uşaqlar nəzərdə tutulur. Əvvəlcə onları bərabər hüquqlu olaraq eyni uşaqlarla eyni rəftar etmək lazımdır. Onları bir-birinə fərqləndirmək lazım deyil. Uşaqlarla birgə təşkil etmək lazımdır. Məşğələləri, oyunları, o biri uşaqlarla ayrı seçki etmək lazım deyil. Qərəzsizlik etmək lazım deyil. Daha doğrusu qərəzsizliyi pozmaq lazım deyil. Qərəzsizlik uyğun gəlir buna. Bəli, ümumiyyətlə belə qeyd edək ki, sim uşaqlara qarşı necə davranarsınız deyilirsə, biz belə cavablandırmalıyıq. Sim uşaqlara xüsusi qayğı göstərilməməlidir. Baxın, biz bütün uşaqlara eyni səviyyədə davranmalıyıq və eyni yanaşmalıyıq. Həmin uşaqları diqqətdə saxlaya bilərik. Amma onlara xüsusi qayğı göstərməməliyik ki, nə onlar özlərinə pis hiss etsin ki, yəni kiminsə ona yazığı gəlir. Nə də ki, digər uşaqlar, yəni uşaqlarda qıcıq oyatsın. Aydındırmı? Ona görə də bütün uşaqlara biz eyni səviyyədə yanaşmalıyıq. Sim uşaqlarda diqqətdə saxlaya bilərik. Aydındırmı? Buna diqqət edin. Yəni bu kimi suallar çaşdırıcı suallar olur. Digər uşaqlara bunu hiss etdirmək. Bəli, ümumiyyətlə hiss etdirməməliyik. Ay, sağ olun. Bəli.